Salam əleykum. Deməli, bugünkü mövzumuz dünyanın sonu gəlsə, mənə nə olacaq rubrikasıdır. Mövzumuzun özü isə İran Hörmüzü bağlasa, başımıza nə gələcək? Qısaca deyək, çox pis olacaq. Amma gəlin detallara baxaq. İndi təsəvvür edin. İran deyir ki, vəssalam da bu gün darvazanı bağladım, heç kim keçmir. Həmin an bütün dünyada benzin sözü qızıl sözündən daha dəyərli olur. Təsəvvür edirsiniz? Yox, eləmirsiniz məncə. Tankerlər boğazın ağzından növbəyə durur. Elə bil 20 yanvar dairəsində tıxaca qalmısınız. Amma buradakı maşınların içində milyonlarla barel neft var. Yəni, maşın dediyim söhbət gəmilərdən gedir. Bəs nəticəsi nə olacaq? Benzinin qiyməti o qədər qalxar ki, maşın sahibləri yatmışdıq, qəfil oyandıq ki, velosiped sürürük. Rejimini aktivləşdirər. Bəli, tamamilə belədir. Avropalılar evdə şam yandırıb, romantik axşam keçirməli olar. Çünki onlarda qaz yoxdur, nə özləri də bilirlər. Çinlilər isə yəqin ki, bir gecə su ilə işləyən mühərrik icad edərlər. Çünki onların başqa çarəsi yoxdur. Ən pisi isə orasındadır ki, kofe içmək belə bahalaşır. Çünki kofedən əllərinə gətirən gəmi də yolda qal baxa. Yəni bir boğaz bağlanır, amma bütün dünyanın mədəsi və cibləri yanır. Görüşərik. İnşallah ümid eləyək ki, hamı ağıllı davranar və biz at belində Bakı-Sumqayıt səfərlərindən başlamalı olmarıq.